Bu məzar 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuş Richard McKinley'e aiddir. Richard McKinley hərbiçi idi. O 1953-cü ildə ABŞ və Koreya arasında olan müharibədə iştirak etmişdi. Ailəli idi. Beləliklə də xüsusi kurs keçdikdən sonra SL-1 nüvə reaktorunda operator kimi işə götürülür. Ondan əlavə 2 nəfər də orada operator var idi. Hadisəyə gəldikdə isə hadisə 1961-ci il yanvar ayının 13-də baş vermişdi. Yanvar tətilindən qayıdan həmin 3 operator texniki baxış üçün söndürülmüş nüvə reaktorunu işə salan zaman çox böyük səhvə yol verirlər. İdarəetmə çubuğunu normadan artıq qaldıran zaman güclü partlayış baş verir. Partlayış o qədər güclü olur ki, 13 ton ağırlığında olan qurğu 4 metr hündürlüyə qalxır və beləliklə də həmin an 2 nəfər operator dünyasını dəyişir. Bir nəfər isə Richard McKinley ağır yaralı vəziyyətə düşür. Hadisə yerinə gələn yanğın söndürənlər və təhlükəsizlik xidmətinin əməkdaşları şoka düşürlər. Binalar dağılmış, ərazi isə radioaktiv çirklənməyə məruz qalmışdı. Richardı təcili olaraq xəstəxanaya götürülən zaman o yolda dünyasını dəyişir. Beləliklə də onun dəfni xüsusi qaydalar əsasında deməli baş tutur. 8 dəqiqə ərzində baş tutan dəfn prosesində onun yaxınları və əzizləri onun dəfn prosesini kənardan izləməli olurlar. Çünki meyit dəhşətli dərəcədə radiasiya almışdı. Beləliklə də xüsusi qurğuşundan hazırlanmış tabuta qoyulur onun meyidi və bundan sonra əlavə bir neçə dəfə də tabuta yerləşdirildikdən sonra 3 metr dərinlikdə bastırılır və üzəri 30 sm qalınlığında betonla örtülür. Məzarın üstündə quraşdırılmış baş daşında isə bu sözlər yazılmışdı. Nüvə qəzasının qurbanı olan Richard McKinley. Məzarı xüsusi icazə olmadan açmaq və yerini dəyişdirmək qadağandır. Yəni bu sözlər yazılmışdı. Bu hadisədən sonra Amerika Birləşmiş Ştatlarında nüvə reaktorlarında təhlükəsizlik qaydalarına yenidən baxıldı və qərarlar qəbul olundu. Bundan sonra Amerika Birləşmiş Ştatlarında belə hadisə baş vermədi. Bu tip videolar maraqlıdırsa, videonu bəyənin, kanala abunə olun və paylaşın ki, digər insanlar da belə videoları izləyə bilsinlər. Çox sağ olun.